Hər vaxtınız xeyir olsun. Salam. Acı idim, mənim büdcəmə uyğun bir ucuz nə varsa ondan hazırlayıb verərsiniz. Amma doyumlu Sən olsun. nə istəyirsən? Doyumlu olsun bəs. Sizdə nə düşün hazırlasınlar? Nə səbir ol qardaşım gəlir. 20 dəqiqə də gözləyir orada. İlkində canı yerim. Bir nə səbir olsa gələcək. Bizi getirir, bura nə əsas? O bizim qonağımızdır, siz də bizim qonağımızdır. Zəhmət olmasa əyləşin. Narahat olmayın, gəlin. Zilçilə məşğul. Zibilçi deyəndə bu da qonaqda deyirəm. Allah bilir. Onun söhbət pul olmamağından getmir də. Yəni ki, ola da bilər, olmaya da bilər. Amma insan olaraq yəni insandır. Gəlib bir tikə çörək istəyir. Dilində səbir olsa, boş deyil qardaş, gedə bilərsən. Əyləşin zəhmət olmasın. Bu nə qədər edir bu? Buna ehtiyac yoxdur qurbanım sənin. Nə qədər edir? Qiyməti nədir? 3 manat edir, halal xoşun olsun. Ehtiyac yox. Yo, mən onu qaytarıram. Məndə o qədər yoxdur. Yox, mən Məndə o qədər yox da. Mən sənə hədiyyə edirəm, bilirəm. Yoxsa mən hədiyyə edirəm sənə. Buyur. Qardaş qəpi ilə də yeməklər. Qəpi ilə də olsa, nə ilə olur, belədir. Allah əvəzini versin. Sağ ol. Allah əvəzini versin. Sağ ol. 50 qəpi məndə var. Sizə zəhmət olmasa əyləşin. Ol da çox. Kasıba köməkdir də. Yəni insandır. Yəni onda nəyisə ehtiyacı var. Yaxşı, gözləyir, gözləyir. Sizə deyirsinizsə, yəni olmur. Həqiqətən elə olur. Biz həmişə gələn adamlarıq qardaş. Bu Həm çox Yəni, hər gün gəlsən, xoş gəlsin. O da insandır. Bir çörək istəyir, onu da bir vermək. O da bizim borcumuzdur.